Salam uşaqlar. Bugünün növbəti sınaq izahı ilə davam edirik. Bildiyiniz kimi, bugün 9-cu siniflərin buraxılış imtahanı olmuşdu. Onların izahı da, yəni imtahana düşmüş listening sualları və esse sualı istisna olmaqla bütün sualların izahını vermişəm və səhifəmizə yerləşdirilib. Ona da keçid edib baxa və dostlarınızla, tanışlarınızla bölüşə bilərsiniz. Gəlin, indi isə 8-ci siniflərə aid olan sınağın izahına baxaq. 5 aprel. Deməli, ilk sual, 56-cı sual modal fe'l haqqındadır, modal verb. Dünən 9-cu sinif imtahanına girəcək olan şəxslər üçün də tövsiyə videosu çəkdim. Təlimat tipli. Orada da qeyd elədim ki, must-dan sonra to gəlməz. Can-dən sonra to gəlməz. Are able bunun to'su yoxdur. Haven't bu isə az öncəki videoda dedim have, has, had, to. Bunun inkarı özü ilə düzəlmir. Doğru cavabımız Y variantı olacaq. Daha sonra deməli 57-ci sualda article sualıdır. Museum bilir ki, muzey deməli sayılan isimdir. Həmçinin muzey hansı muzey? Niyə our school bizim məktəbin yanındakı muzey, yəni məlum muzeydən söhbət gedir deyə. Article olmaz, qeyri-müəyyən article olmaz. Az öncə nə dedim? Sayılır. Sayılan təkin qarşısında article olar. B variantında boşluq verib. Daha sonra special ikinci hərfdə special art exhibition, exhibition sayılır deyə qarşısında article işlənər. Special saitlə başlayır deyə, daha doğrusu samitlə başlayır deyə ən olmaz. Doğru cavabımız Y variantı olacaq. Daha sonra 58-ci sual. Deməli, burada nə deyir? Possessive case. Yerli hal, students, classroom doğrudur. Cəm, sonra apostrof s, sonra apostrof. Mən hal-hazırda qələm istifadə edə bilmirəm. Ona görə səliqəli olmayacaq yazdıqlarım. Üzr sayın. Burada deyəcəm, səslə deyəcəm. Diqqətli olun. The teacher təklədi, apostrof s doğrudur. Student cəmdə idi, s apostrof doğrudur. This tək isim tələb eləyir. Ondan sonra student gəlməli idi, amma burada cəm daha sonra apostrof gəlir. Bu yanlışdır. 4-də isə children kökündən dəyişir. Kökündən dəyişən isimlərin yerli halı apostrof s-lə düzəlir. Bunu da demişdim dünən. Yəni 3 və 4 yanlışdır. 1 və 2 isə doğrudur. Doğru cavab Y variantı olacaq. Daha sonra davam edək növbəti sualla. Nə deyir? Antonim sualı. Useless istifadəsiz. İstifadəsizin əksi istifadəyə, yəni yararlı, köməkçil olacaq. Helpless olmaz. Effective qalsın. Used istifadə edilmiş deməkdir. Easy asan deməkdir. Modern nədir? Müasir. Recent nədir? Son, yeni, yəni bu da müasirlə antonim olmur. Ona görə çıxıram. Sizdən antonim istəyir. Old isə onun antonimi olacaq. Ona görə doğru cavabımız B variantı. Daha sonra 62-ci sualda pronoun isim gördünüz. İsimdən əvvəl isimli işlənən yerli əvəzli gələr. Mine isimsizdir. Çıxıram. Daha sonra brother. Deyir ki, my brother loves reading very much. Deyir ki, qardaşım oxumağı çox xoşlayır. Qardaşıdırsa she olmaz, kişi cinsidir. His. Deməli, burada ikinci boşluğu görürsünüz. Nə gəlib? Has. Has nədir? Fe'l. His nədir? İsimli işlənən yerli əvəzliyi. Yəni özündən sonra isim tələb eləyir. Amma burada isim yoxdur. Hasdir. Ona görə Y variantı da çıxır. Doğru cavab C variantı olacaq. Deyir, mənim qardaşım kitab oxumağı çox sevir. Onun çoxlu kitabları onun öz kitabxanasında hizdən sonra görürsünüz burada library isim gəldi. Onun kitabxanasında çoxlu kitabları var. Doğru cavab C variantı. 63-də he is a worker. Is gördünüz. Is nədir? To be'dir də. To be. İsi qavrayış fe'lidir. İsi qavrayış fe'li
özündən sonra sifət tələb eləyir. Link verb'dür də, linking verb. Slowly olmaz. Amma burada work gördük. Work nədir? Feil. Bildik ki, hərəkətin əlamətini müəyyənləşdirir zərf, isimin əlamətini müəyyənləşdirir sifət. Düzdür, burada sifət işlətdik, slow işlətdik. Deyəcəksiniz axı burada isim yoxdur, niyə işlətdik? Yəni burdakı feil var ha. Özündən sonra zərf tələb eləmir. Bu link verb'dur, linking verb'dur. Özündən sonra sifət tələb eləyir. Bu istisnalıq təşkil eləyir. Ona görə burada slowdur. Amma digər feilim normal feildir. Bildik ki, feilləri təyin eləyən nədir? Zərflərdir. Ona görə slowly olacaq ikinci tərəfdə. Matchdan sonra more gələr müqayisə dərəcəsini təyin eləyir. Ona görə A variantı da yanlışdır. Doğru cavabım isə C variantı olacaq. Bir dəqiqə şərh eləyə bilmədim. C variantı. Daha sonra deməli bir dəqiqə. Daha sonra deməli 64-cü sual deyir ki, which word doesn't go, yəni digərlərinə uyğunlaşmır. Digər sözlərə baxın, bunlar tərəvəz növləridir. Lettuce'dur, garlicdir, mushroomdur. Yəni kələm, göbələk, kələm növüdür bu A və B variantındakı sözlər. Garlic sarımsaq, amma tiger isə heyvan növüdür. Doğru cavab C variantı olacaq. 65-də sözün mənasını istəyir. Deyir ki, to talk about a subject with someone and share it with each other. Deyir ki, hər hansı bir mövzu haqqında kimləsə danışmaq və ona bunu haqqda yəni fikirlərini bölüşmək. Fikirlərini bölüşürsən, nə edirsən? Discuss eləyirsən də, yəni müzakirə aparırsan. Frighten qorxutmaq deməkdir. Fascinate, belə deyim, amaze, möhtəşəm, belə deyim də, məmnun eləmək, çox gözəl, fascinating bilirsinizsə möhtəşəm deməkdir. Heyran etmək mənasına gəlir, heyran etmək. Organize təşkil etmək, confuse qarışdırmaq. Bunlar isə mənaya düz gəlmir. 66 pair of synonym, sinonim cütün istəyir. Thick, dark, qalın, qara olmaz. Qalın və tünd. Bunlar sinonim deyil. Qalın, yəni material bildirir, tünd isə rəng bildirir. Pleasant, ugly, məmnun, çirkin olmur. Acı, dadlı, bitter, tasty. Acı, dadlı bir-birinin əksini bildirir. Məsələn, əks mənalı deməzdim. Acı ilə şirin əks mənalı olur. Dadlı ilə belə deyim, dadsız, yəni bir-birinə əks mənaya gəlir. Bunlar belə deyim, sinonimlik təşkil eləmir bir sözlə. Dangerous, safe, antonimdir. Təhlükəli, təhlükəsiz. Impolite, rude isə nə deməkdir? Nəzakətsiz deməkdir. Bu isə sinonimdir. Daha sonra 67-ci suala baxaq. 67-də cavablarda görürsüz is, will. Bunları görürsünüzsə, deməli bizdən zaman uzlaşmasını tələb eləyir. A beautiful beach. Beach gördünüz təkdədir. Ümumiyyətlə E artiklı tək ismin göstəricisidir. Will, a, v olmaz. Bizdən vozun arasında qaldıq. Zamanı nəyə görə seçməliyik? Last summer gördünüz keçmişdədir. İzi çıxırıq, voz. Doğru cavabımız D variantı olacaq. Daha sonra 68-də inventing görürsüz verb. İndi bunu mən yaza bilməyəcəm. Verb ing. Əgər mübtədam verb ing ilə başlayırsa, xəbərim təkdə olacaq. Yəni ki, is. Is deməli doğrudur. Bir dəqiqə hara getdi bu? Is doğrudur. Daha sonra my friends and I cəmdə deyə was olmaz. Dostlarım və mən. Eating yenə gördünüz verb ing ilə başlayır. Amma xəbərim nədir? Are-dır. Nə demişdim? Verb ing ilə başlayanda xəbərim tək olmalıdır. Yəni ki, məsələn, gəlin izah eləyim də. Spicy yeməklər yemək, ədviyyatlı yeməklər yemək təhlükəlidir. Ədviyyatlı yeməklər yemək nə təhlükəlidir? Ədviyyatlı yeməklər yemək. Yemək təhlükəlidir. Yəni yemək burada bir dənə mübtədadır. Bir dənə mübtədadırsa, deməli təklə uzlaşar. Yəni are olmaz. Burada 2 də səhv idi.
Doğru cavab 1 və 4 olacaq. Gəlin onu da izah eləyim. Niyə görə? Kamran and his sister cəmdədir, were işlənib. Deməli, doğrudur, yəni doğru uzlaşmadır. Daha sonra short tekstlərlə davam eləyək. Deməli, ilk öncə Dear David, Davidə deməli məktubdur. Görək nə deyir. Deyir, mən parkda əyləncəli vaxt keçirmişdim. Öz sürməyindən danışır, deyir, çox həyəcanlı idi. Mənim favorite, belə deyim, mənim sevimlim deyir roller coaster olmuşdu. Həmçinin popcorn yeyib, ice cream yeyib, yəni əyləncə dolu bir vaxt keçirib. Nə haqqdadır? Deməli, burada o özünün əyləncəsindən danışır. Park parkdakı keçirdiyi zamandan danışır. Doğru cavab Y variantı olacaq. Deyir ki, Jake writes about a visit, yəni özünün səyahətindən, parka olan gedişindən danışır. Əyləncə parkına olan gedişindən danışır. 70-də nə deyir? Deyir Emily İtaliyaya öz valideynləri ilə səyahət eləyib. O çoxlu şəhərlər çoxlu İtalyan şəhərləri görür və İtalyan yeməklərini sınayır. O çoxlu şəkillər çəkdirir, İtaliya, belə deyim, culture, mədəniyyəti haqqında öyrənir və unforgettable experience onun üçün unudulmaz bir təcrübə olur. Deməli, nə haqqdadır? Emily deyir dostlarla gedir yanlışdır, cansıxıcı idi. Xeyr, onun üçün unudulmaz olsa necə cansıxıcı ola bilər? Emily sadəcə bir şəhərə getdi. Xeyr, cities deyirdi burada. Emily didn't any xeyr, axı deyirdi tried Italian food, İtalyan yeməklərini sınadı. Yəni bunlar yanlışdır. Doğru cavab Y variantı olacaq. Emily learned much about Italian culture. Çoxlu İtalyan yeməkləri haqqında öyrəndi. Daha doğrusu İtalyan mədəniyyəti haqqında öyrəndi. Bu da doğrudur. Daha sonra 71 ilə davam eləyək. 71-də Jane deyir, gələn həftə imtahanı var. O hər yemək yeyəndən sonra, naharından sonra çalışır. Düzdür, deyir, bəzən bu çətindir, amma o yaxşı rezultatlar, nəticələr əldə eləməyə çalışır. Deyir, o Jane got a good result, yaxşı nəticə əldə eləyib. Xeyr, hələ ki nəticə əldə eləməyib. Hələ ki çalışmağından söhbət gedir. Daha sonra hər evening, hər axşam deyir, o ailəsi ilə nahar eləyir. Bundan söhbət getmirdi. Onun imtahandan danışır, naharından, ailəsi ilə olan zamandan danışılmır ki. Daha sonra nə deyir? Bu deyir çətin deyildi imtahana hazırlaşmaq. Xeyr, axı deyirdi, onun üçün bəzən çətin olur. D-də deyir ki, imtahan keçən aydır. Xeyr, next week gələn həftədir. Y-də deyir ki, Jane öz imtahanını hazırlayır. Bu doğrudur. Yeni yumrulaya bilsəm, Y variantı doğrudur. Daha sonra mətnimizə baxaq. Mətnimiz deməli church haqqdadır. Deməli, bu Barselonadakı məşhur yerlərdən biri idi. Həmçinin Antoni Gaudi tərəfindən, memar Antoni Gaudi tərəfindən düzəldilmişdi. Onun özünə məxsus üslubu vardı. Öz belə deyim də, imagination təxəyyülünün nəticəsi idi. Düz ömrünün son 15 ilini bu belə deyim tamamilə bu projəyə həsr eləmişdi, amma bu hələ də remained unfinished, bitməmiş qalır. Yəni hələ ki tamamlanmayıb bu proje. Əgər complete, əgər deyir o tamamlansa, o tarixdəki digər kilsələri geridə qoyacaq və ən hündür bina olacaq Avropadakı. Dizaynı həqiqətən də bənzərsizdir. Xarici görünüşü İncildən, daha sonra İncildən və Jesus İsa peyğəmbərdən məlumat verir. Sonra içəridə deyir günəş işığı parlayır və bu demək rəngli pəncərələr var ki, burdakı günəş işığının parlamasına belə deyim səbəb olur. Daha sonra burada insanlar
elə bir hissiyat yaradır ki, sanki meşədə gəzirlər kimi, və natural işıqlardan istifadə olunub, və bu dizaynında çox əhəmiyyətli bir rol oynayır. UNESCO-nun belə deyim, siyahısında var, vacib bir yer, belə deyim, əhəmiyyətli bir yer hesab olunur. Hər il minlərlə turist gəlir və onun dizaynına heyran qalırlar. Həmçinin Gaudi haqqda, onun işi haqqda, dizayn haqqda öyrənirlər. Mətni gördük. İndi gəlin suallara baxaq. Bir də biraz bunu balacalaşdırım. Deməli, çox getdim. Deməli, 72-də different parts of church deyir kilsənin müxtəlif hissələri təmsil eləyir. Nəyi təmsil eləyirdi? Yəni nəydən göstərirdi? Bir belə deyim, kilsə haqqında bir dəqiqə bunu işarələyim. Bir kilsədən göstərirdi Bible. Bir də Jesus İsa peyğəmbər haqqında 2 və deməli, bir və 2, yəni onu təmsil eləyirdi, bunu göstərirdi. Doğru cavab B variantı olacaq. Yanlış fikri istəyir 73-də. Gaudi deyir 10 ildən çox həsr eləmişdi, doğrudur. Minlərlə turist gəlir, doğrudur. Gaudinin öz stilini göstərirdi, bu doğrudur. Baxın burada var idi unique style and imagination. Daha sonra içəri isə deyir rəngli glasseslərlə dizayn olunub, doğrudur. Deyir içəriyə günəş işığı verir. Deyir bu 19-cu əsrdə tamamlanıb. Xeyr, az öncə nə dedim? Tamamlanmayıb. Unfinished today. Tamamlanmamış olaraq qalır. Amma tamamlansa deyir ən hündür bina olacaq Europe-də. Doğru cavab Y variantı. 74-də nə deyir? Deyir ki, Gaudinin deyir bu dizayn interyer nə üçün ağaca bənzəyir? Çünki bir də bunu göstərim. Baxın burada. Ay bir dəqiqə. Deməli, mən buranı silim. Aha. Deməli, baxın bu hissəyə creating the feeling of walking through a forest. Sanki meşədə yerimiş bir hava yaradırdı. Deməli, səbəbi isə elə meşəyə oxşayan bir atmosfer yaratması idi. Ona görə deyir ağaclara bənzəyirdi içəri interyeri. Daha sonra yəni doğru cavabımız D variantı oldu. Daha sonra 75-ci sual pasaj nə haqqdadır? Pasaj kilsə haqqdadır və deməli buradakı memarlıq haqda memarlığından söhbət gedir. İsa'nın həyatından yox, tarixi kilsələrdən yox. Kilsələr, baxın burada church sözünü görürsüz. Bir kilsədən söhbət gedirdi. Turistlərdən yox, bura səyahət edən turistlərdən yox. UNESCO-dan xeyr. Ümumiyyətlə mətnin bir hissəsində gedən, bir cümləsində gedən fikri seçməyin. Mətnin nə haqda olduğunu soruşursa, ümumi mətndən çıxan fikri istəyir. Yəni ki, qeyri-adi memarlığı. La Sagrada Familia'nın deyir qeyri-adi memarlığından söhbət gedirdi. Daha sonra 76-cı sualda bizdən nə soruşur? True deməli doğru fikri seçməyimizi istəyir. Bir dəqiqə qələmi götürüm. Deməli deyir yenidən tikilməyinə baxmayaraq, yenidən deyir belə deyim, onun tikilməsi başa çatsa, yenə də ən hündür olmayacaq, yanlışdır. Deyir də Avropadakı ən hündür kilsə olacaq. Deyir UNESCO-ya daxil olunmayıb. Xeyr, bu da yanlışdır. Bunları birazdan mətnə qayıdıb göstərərəm. İlk öncə doğru fikirlər deyim. Deyir bura turistlər baş çəkərək Gaudinin işləri haqqında öyrənə bilərlər. Bu doğrudur. Mətnin sonuncu cümləsində deyirdi. Natural deyir
gün işıqları dizaynında çox önəmli rol oynayırdı. Bu da doğrudur. Eee, içəridəki, sunglasseslər işığı əks elətdirirdi, interyeri gözəlləşdirirdi. Yəni 3 və 4 doğrudur. Bunu yaza bilməyəcəm. Doğru fikir olaraq 3-dən 4-ü seçərsiz. Burdan sizə nəyi göstərəcəm? Deməli, hündür bina olmağını, UNESCO ilə bağlı və Qaudinak haqqda deməli, insanların öyrənməyinə. Deməli, gələk mətnə bir dənə keçid alaq. Burada deyir ki, insanlar Gaudini iş haqqında öyrəncələr, yəni bu doğrudur. Bu deyir olacaq ən hündür bina, amma orada deyirdi olmayacaq, ona görə o yanlış idi. Daha sonra interyerdən danışırdı ki, sunglasseslər burada, daha doğrusu sunlightlar önəmli rol oynayırdı dizaynında. Daha sonra orada nədən danışırdı? Dəqiqə. Suala geri dönək. Göstərməli olduğum bir hissə qaldı sanki. Hə, UNESCO-dan bir də deyəcəkdim. Baxın burada aşağıda 3-cü paraqrafda deyir ki, UNESCO-nun yəni irsinə daxil edilib. Deməli, bu da var. Amma orada deyirdi ki, bir dəqiqə geri dönək yenidən suala. Amma burada deyirdi ki, isn't included. Daxil edilməyib, yəni yanlışdır. Bu qədər dəyərli izləyicilər, bu sınağın da izahının da sonuna gəldik. Səhifəmizi izləməyi unutmayın. Sağ olun, salamat qalın. Hər birinizə uğurlar.